Esselamu Aleyküm və Rahmetullahi və Barakatuhu. Əzizim müsəlman bazı qardaşlarım. Sabahdan, yəni 18 may 2026-cı ildən biz Zilhiccə ayına qədəm qoyuruq. Zilhiccə ayı hicri tarixinin sonuncu, yəni 12-ci ayıdır. Zilhiccə ayı dinimizdə böyük yer daşıyır, önəmli bir yer daşıyır, yer tutur və çox müqəddəs bir aydır, gözəl bir aydır. Hansı ki Qurban Bayramı bu aydadır və Zilhiccə ayının ilk 10 günü çox fəzilətlidir. Hətta deyilənə görə, yəni alimlərin dediyinə görə Zilhiccə ayının 10 günü hətta Ramazan ayının gündüzlərinə daha da fəzilətlidir. Çünki Allah Teala Fəcr surəsində 10 günə and içir. Və Peyğəmbərimizin hədislərində də bunu əks etdiyini görürük ki, hədislərdə də Zilhiccə ayının önəmi vurgulanır. Onun ilk 10 günü bizlərə təlqin edilir ki, bu günlərdə ibadətləri artıraq, zikirlərimizi artıraq və Allah rızası üçün əməllər edək ki, bu əməllərin qarşılığı da qat-baqat savablardır. Məsələn, bu 10 gündə nə etməli? Bu 10 gündə zikirlərimizi artırmalı. Subhanallah, elhamdülillah olsun, la ilahe illallah olsun. Allahdan bağışlama, yəni əstəğfirullah zikrini çəkməli. Quran-ı Kərim oxunmalı. Sədəqə, imkan dairəsində sədəqə verilməli. Yəni və nafilə ibadətlər, yəni nafilə orucu olar, ya da nafilə namaz olar. Bunlar edilməlidir ki, Allahın izni ilə bunlar qat-baqat savablarla sizə qayıdacaqdır. Yəni boşuna keçirməyək, dolu-dolu keçirməyə qeyrət edək.